Dostlar, sizcə hansı daha çoxdur? Müşahidə oluna bilən kainatdakı ulduzların sayı, yoxsa 64 xanalıq şahmat taxtasındakı mümkün oyunların sayı? Əksər insanlar heç düşünmədən ulduzları seçərdi, amma riyaziyyat bizə tamamilə başqa, hətta biraz ürpədici bir hekayə danışır. Gəlin əvvəlcə kainatın böyüklüyünə baxaq. Təkcə bizim stüdyo qalaktikamızda təxminən 200 milyard ulduz var. Müşahidə edilə bilən bütün kainatda isə bu rəqəm təxminən 10 üstü 24, yəni birdən sonra 24 sıfır təşkil edir. Bu, yer kürəsindəki bütün çimərliklərdə, hətta okeanların dibində və səhralarda olan qum dənələrinin ümumi sayından belə qat-qat çoxdur. İndi isə sadə görünən şahmat taxtasına qayıdaq. Əslində bu özündə bir sonsuzluq gizlədibdir. Oyunun cəmi ilk 4 gedişindən sonra taxtada 300 milyarddan çox fərqli mümkün vəziyyət yaranır. Hər yeni gedişdə ehtimallar elə sürətlə şaxələnir ki, insan zəkası bunu təsəvvür etməkdə aciz qalır. Amerikalı riyaziyyatçı və informasiya nəzəriyyəsinin atası Claude Shannon hesablamışdır ki, məntiqli şahmat oyunlarının ümumi sayı təxminən 10 üzəri 120-dir. Elm aləmində buna Shannon ədədi deyilir və bunun əslində nə qədər böyük olduğunu bir düşünün. Burada birdən sonra 120 sıfır gəlir. Bu rəqəm o qədər absurd dərəcədə böyükdür ki, fiziki reallıqla müqayisə belə edilə bilməz. Çünki bütün müşahidə edilə bilən kainatdakı atomların, yəni hər şeyin təməl daşının sayı 10 üstü 80 ətrafındadır. Bütün bunlar heyrətamiz bir reallığı ortaya qoyur. Belə çıxır ki, hər dəfə şahmat oynamağa başladığımız zaman bəşər tarixində heç bir insanın, hətta heç bir superkompüterin əvvəllər tam olaraq etmədiyi və bəlkə də gələcəkdə heç vaxt təkrarlamayacağı bir oyun yaradırsınız. Şahmat cəmi 64 xanaya sığdırılsa da fiziki kainatın özündən daha mürəkkəbdir. Bəs siz şahmat oynamağı bilirsinizmi? Şəxsən mən gedişləri bilsəm də o qədər də yaxşı bir oyunçu deyil. Fikirlərinizi şərhlərdə yazın.